Nigar Məmmədli hamını aldatmağa çalışıb və məlum olub ki, Nigar həyat yoldaşı Qəhrəman Qəhrəmanovdan ayrılmaq üçün qeyri-adi üsula əl atıb. O, əri də daxil olmaqla hər kəsi inandırmağa çalışıb ki, Nigar deyil. Şəhərdə gəzən və saxlanılan da güya onun oxşarıdır. Ancaq polisi ifadə verərkən yalanlarının üzə çıxdığını görən Nigar məsuliyyətdən boyun qaçıra bilməyib. Bazarda hər kəsi yalanları ilə aldadan Nigar taksi sürücüsünü də öz toruna salmağa müvəffəq olub. Faktla bağlı dindirmələr davam etdirilir. Saxlanılan Nigar Məmmədli bir vaxtlar keçirilən şouların birində münsifləri inandıraraq biznes açması üçün onlardan 8000 manat da Allah bilib. Olmuşdur ki, şəhər sakini Nigar adında qadın Sabirabad sakini ilə ailə həyatı qurmuş və ondan ayrılmaq məqsədi ilə ona müxtəlif bahanələr gətirərək onun əkizi kimi şəhər ərazisində hərlənən qızı ifşa etmişdir. Həmin vaxt Sabirabad sakini həyat yoldaşı Nigarı gördükdə ona yaxınlaşmış və Nigar onu aldadaraq mən sən həyat yoldaşın deyiləm, bunu aldatmışdır. Şəki polis şöbəsinə gətirilən zaman Nigarın ifadəsi alınarkən müəyyən olmuşdur ki, Nigar həm həyat yoldaşını, həm də polis şöbəsinin əməkdaşlarını aldatmağa cəhd göstərmişdir. Sabirabadda narkotik tərkibli vasitə əkib becərən Əskərbəyli kənd sakini 40 yaşlı